Bugünə qədər yediyiniz bütün salatları unudun. Adi tərəvəzlərdən elə bir möhtəşəm ləzzət hazırladım ki, dadına baxan bir də istəyəcək. İlk olaraq salatımıza xüsusi bir dad qatacaq qoz ləpələrini xırda-xırda doğrayırıq. Qaynadılmış çuğundurları, yumurtaları və əlbəttə ki, salatların əvəz olunmazı olan bərk pendiri də sürtkəcin iri gözündən keçirdirik. Salatımızı qat-qat yığırıq, birinci qata çuğundurun yarısını əlavə edirik. Hər qatada mayonez və zövqə görə duz vururuq. Daha sonra yumurta və yumurtanın üzərindən bir diş sarımsağı rəndələyirik. Ondan sonra bərk pendir və bərk pendirin üzərindən də xırdalanmış qoz əlavə edirik. Sonra yaşıl noxud və son qat olaraq da qalmış çuğunduru əlavə edirik. Üzərinə də mayonez çəkib və salatın tam olaraq özünü tutması üçün 1 saat soyuducuda saxlayırıq. Və budur dostlar, salatımız hazırdır. Maraqlı reseptlər üçün izləmədə qalın hələlik.